Rusiyanın Zaporojyeyə hücumları oldu ötən gün və ümumilikdə 26 nəfər xəsarət aldı. Qubernator İvan Fyodorov bildirir ki, yaşayış binaları və təhsil ocaqlarından ziyan dəyib. Ukrayna ordusu da boş dayanmadı. Rusiyanın hərbi sənaye kompleksi və neft emalı sektoruna aid strateji obyektlərə, o cümlədən Krasnodar diyarında yerləşən neft bazasına və neft emalı zavoduna zərbələr endirdi. Bu sayıq açıqlamalar gəldi. Müdafiə qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarının Slavyansk na Kubani şəhərində yerləşən Slavyansk neft emalı zavodunun infrastrukturunu vurub, hədəf ərazisində partlayışlar və yanğın qeydə alınıb deyilir. Və bu deməli neft emalı zavodu Rusiyaya nələr verirdi? Bu da açıqlanıb. Slavyansk zavodu ildə təxminən 5,2 milyon ton xam neft və kondensat emal edir və Rusiya ordusunun təminatında əsas iştirakçı müəssisələrdən biridir. Bundan əlavə Rostov vilayətində yerləşən Nikolayevskaya neft bazasının ərazisinə də zərbə endirildiyi təsdiqlənib. Mütəmadi olaraq Ukrayna enerji resurslarına Rusiyanın zərbə indirir. Ki, ordunun əsas təminatçıları olardı. Elə maliyyə sardan da yenə də eyni rəqəmləri, eyni fikirləri səsləndirmək olar. Cəbhədə hər hansı bir döyüş son vaxtlarında, təbii ki, orada da döyüşlər gedir, müəyyən əməliyyatlar olur, amma əsas önə çıxan xəbərlər məsələ onların, yəni Ukrayna tərəfinin Rusiyanın enerji resurslarına endirdiyi zərbələrli, yəni cəbhədəki, belə deyək, döyüşlərlə daha çox, oradakı uğurlar və yaxud uğursuzluqlardan daha çox bu məsələləri Ukrayna mediası da daha çox qabardır. Biz nəyə görürük, Firuz? Açıqlanan xəbərləri istinad eləmək istəyirəm. Burada sadəcə Rusiya mülki obyektlər vurur əsasən. Deməli, Ukrayna ordusundan isə biz Rusiyanın enerji obyektlərindən zərbələr endirildiyini görürük. Söz yox, Zaporojye və digər həm deməli enerji mənbələr və digər infrastruktur obyektlər də vurulur Rusiya tərəfindən. Zelenskinin açıqlamalarında da bu yer alır, amma həm də biz mülki obyektlərin, yaşayış binalarından, təhsil ocaqlarından bu barədə bir xəbər çatdırmışdı. Sanki biri Rusiya daha çox psixoloji təsir göstərir. Ukrayna isə daha çox iqtisadi təsir göstərir. Ben elə bir bunu da görmək olar. Maliyyə imkanlarını mümkün qədər məhdudlaşdırmağa çalışır Moskvanın Ukrayna. Ümumiyyətlə, mülki obyektlər vurmaq, psixoloji olaraq bir təzyiq növüdə həm də müharibələrdir. Həm də xalqın hakimiyyət, hökumətə qarşı bir təzyiqini alovlandırmağa çalışırlar bundan təbii ki. Kupyansk mövzusu, dostlar, yəqin ki, izləmişdiniz həmin şəkilləri. Vladimir Zelenski Kupyanskın girişinə qədər getdi. Cəmi bir neçə yüz metr cəbhə xəttindən kənarda dayanmışdı və oradan etdiyi o deməli video bağlantı ilə, müraciətlə artıq Kupyanskın öz əllərində olduğunu, Rusiyanın iddia etdiyi kimi alınmadığını, onlar tərəfindən ələ keçirilmədiyini sübut etdi bu video bağlantısı ilə. Deməli, indi belə bir açıqlama gəlir ki, Ukrayna ordusu Kupyanskı Rusiya ordusundan geri alıb və təbii ki, Ukrayna Zelenskinin həmin səfərdən öncə baş verir bu hadisə və 90%-ilə nəzarət edir ümumilikdə şəhərin. RBK Ukrayna bununla bağlı məlumat paylaşıb və qeyd olunur ki, deməli, aktiv axtarış zərbə əməliyyatları sayəsində işğalçılara Kupyanskdan geri ata bildik və şəhərin ərazisini demək olar ki, 90%-ni nəzarətə götürmüşük. Bunu da Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski bildirib. Rusiya nə deyir amma? Deməli, ötən gün Vladimir Putinin də iştirakı ilə Müdafiə Nazirliyinin bir kollegiya iclası keçirilirdi. Orada deməli, Ukrayna tərəfdən gələn xəbərin əksi səsləndirildi. Müdafiə Naziri Vladimir Putinə deməli, məruzə etdi. Andrey Belousov qeyd elədi ki, deməli, Rusiya silahlı qüvvələrinin qərb qoşun qruplaşması Kupyansk şəhərini ələ keçirib. Gəlin də oturaq düşünək. Kimi inanaq? Kupyansk kimdədir? Belə bu sayaq suallara aydınlıq gətirmək üçün Zelenski getmişdi Kupyanska. Orada bir video bağlantı, müraciət elədi dediyimiz kimi. Amma üzərindən yenə bu sayaq fərqli fikirlər gəlməkdir. Amma bir məsələ də var indiki dövrdə, çox üzr istəyirəm Aysel. Belə məsələləri təkzib eləmək də olurdu ki, süni intellekt var, video montaj məsələləri var. Yəni, tapmaq istəyən, əgər indi mən tam səmimiyyətimlə deyirəm, Kupyansk hazırda kimin nəzarəti altındadır, mən bilmirəm. Çünki hər iki tərəf fərqli, belə deyək, iddialar ortaya qoyur. Ona görə bir-birinin, belə deyək, ortaya qoyduğu fikirləri, faktları da təqzib eləmək indi müharibədir. Döyüş zonası olduğu üçün informasiya müharibəsi də gedir. Bəli, döyüş zonası olduğu üçün mülki şəxslərin ərazidən hər hansı bir biz video paylaşımını və s. görə bilmərik. Bu səbəbdən də biz yalnız hərbi mənbələrə, rəsmi mənbələrə inanmaq məcburiyyətindəyik ki, hər iki tərəf amma fərqli fikirlər səsləndirir, əks fikirlər səsləndirirlər və deməli, Belousovun sözlərinə görə Konstantinovka uğrunda döyüşlər hazırda davam edir. Rusiyalı nazir Ukrayna silahlı qüvvələrinin təxminən 500.000 hərbçi itirdiyini söyləyib. 500.000 hərbçi Ukrayna tərəfi itirib. Deməli, Rusiya Müdafiə Naziri açıqlayıb. Belə bu yerdə mən deməli Zelenskinin Rusiyanın itirdiyi hərbçi sayı ilə bağlı rəqəmi səsləndirmək istəyirəm. Zelenski qeyd elədi ki, Rusiya müharibə meydanında ay ərzində ortalama təxminən 30.000 əsgər itirir.
Amma bura yaralılar daxil deyil və yaralıların sayı adətən müharibələrdə ölü sayından 3 dəfə artıq olur. Bunu nəzərə alanda və düşünək ki, müasir döyüş üsulunda yaralı əskər artıq bir növ böyük əksəriyyəti yararsız olur müharibəyə, səngərə qayıtmağa. Burada dron hücumlardan gedir söhbət, artilleriya hücumlardan gedir söhbət və deməli yaralı ola bilərsə belə, yəni hətta bəziləri uzun müddət bərpa prosesi keçməlidirlər ki, bu bəzən 1 il, 2 il də çəkə bilər və o müddətdə də onlar təbii ki, orduda olmayacaqlar. Sadəcə bir qəlbə toxunuşu deyil o hücumlarda dəyən zərbə və belə hesablayanda Rusiya hər ay təxminən 100 minə qədər hərbçisindən belə deyim itirmiş olur. Bir belə danışıq elə bir ki, pulu itirmək kimi səslənir. İnsan həyatından söhbət. Zelenskinin növbəti dediyi məsələ də budur. Qeyd edir ki, Rus hücumları həmişə dəlicəsinə qanlı olur. Lakin Putinin vecinə deyil. Ruslar öz ölülərini saymır, amma itirdikləri hər dolları, hər avronu hesablayırlar. Bəli, yəni çox belə ona bənzədir və bu itirilən insanın yerinə də gəlməlidir. Axı bu yeni nəsil gəlməlidir. Bunun böyüməyi var. 10 il, 15 ildən sonra bu necə bunlar artıq demoqrafik vəziyyətə ciddi formada təsir edir. Müharibənin necə dəhşətli bir şey olduğunu yəni biz danışırıq, elə bu faktlar özü də göstərir. Açığı bu rəqəmlərlə bağlıdır. Ümumiyyətlə həmişə qarşı tərəfin itkisini bu təkcə Ukrayna-Rusiya məsələsinə aid eləmirəm. Bir çox müharibələrdə tarixən görmüşük. Elə indi informasiya savaşı dövründə də bu xüsusilə baş verir. Biraz təhrif olunmuş rəqəmlər də görürük. Yəni tam dəqiq insan hər iki tərəfdən nə qədər hərbiçi belə deyək bu müharibələr nəticəsində ölüb, bu döyüşlər nəticəsində ölüb. Yəni ən azından onu bilirik ki, kifayət qədər yüksəkdir rəqəmlər yəni. Bəli, elə də dostlar. Deməli Putinin həmin iclasda belə bir açıqlaması var idi. 2025-də ələ keçirdikləri yaşayış məntəqələrinin sayını açıqladı Vladimir Putin və bu say 300-dən çoxdur. Deyir ki, bu il ərzində 300-dən çox yaşayış məntəqəsini ələ keçirmişik. Onun sözlərinə görə Rusiya qoşunları cəbhə xəttinin hər yerində strateji təşəbbüsü möhkəm şəkildə əllərində saxlayırlar. Vurğulayır ki, Rusiya ordusu hücum tempini, o cümlədən strateji əhəmiyyətli ərazilərə deməli nəzarəti artıra bilib. Putin qeyd edir ki, Oreşnik sistemi ilin sonuna qədər döyüş növbəsinə qoyulacaq. İlin sonuna da 10 gün qalıbdır. Artıq döyüşə birbaşa səngərə belə deyim proseslərə, hərbi əməliyyata cəlb olunacaq bu silah. Vladimir Putin xüsusi hərbi əməliyyatın Rusiya deyir, xüsusi hərbi əməliyyat bu boyda müharibəyə, yəni bu formada qoyulub başlanğıcından və bu əməliyyatlar məqsədlərdən nail olunana qədər davam etdiriləcək. Biz diplomatiyaya üstünlük verərdik, amma Qərb danışıqlardan imtina edərsə, tarixi torpaqlarımızı hərbi yolla azad eləyəcəyik. Ümumiyyətlə, belə tarixdə statistikaya baxsaq, bu xüsusi əməliyyatların müddəti nə qədər olur ki, bu xüsusi olur? Müharibənin müddəti nə qədər olur ki, müharibə olur? Bu sayaq... Bu maştabdan mı asıldı, yoxsa nədən asıldı ki, Rusiya xüsusi əməliyyat bu qədər böyük miqyasda və uzun müddətdə xüsusi hərbi əməliyyat adı qoyulan... Bəli. Qatılıram mən. Xüsusi əməliyyat olur, məsəl üçün Azərbaycanla Ermənistan arasındakı müharibə antiterror əməliyyatı oldu, məsələn, 20 sutka davam etmədi. Bir sutka da belə keçmədi. 23 saat ərzində antiterror əməliyyatını uğurla başa vurdu. Olmaz da, 3-4 illik olmur xüsusi əməliyyat. Hətta bəzən Türkiyənin, məsələn, mən xatırlayıram, elə Aysel də xatırlatmışkən, bəzi əməliyyatları olub onların da 1 ay çəkən olub, 20 gün, məsələn, antiterror əməliyyatları da indi bu proseslər artıq Türkiyədə daha müsbətə doğru davam eləyir, danışıqlar müstəvisində təbii ki. Mən 10 il, 12 il, 8 il, 5 il əvvəl belə hadisələr var. Orada da ən yaxşı halda, daha doğrusu ən çoxu 1 ay yarım, 15 gün belə çəkir. Yəni bu əməliyyatlarda ana məqsədə əməliyyatları var idi bir ara bir 2012-13-cü illər idi, 14-cü illər idi o məlum açılımdan sonra. Onlar belə bu qədər çəkməmişdi. Yəni xüsusi əməliyyat başqa şeydir, müharibə məncə başqa şeydir. Ana məqsədə nail olana qədər davam edir bu proseslər təbii ki. Amma Moskvanın ana məqsədi nədir? Ukrayna torpaqlarından tutmaqdırsa, yəni hələ də yəni bu proses davam edir. Öz əllərində masa üzərindəki xəritədə çəkdikləri o sərhəd xətti harda dayanır? Hara qədər getmək istəyirlər və s. Bu məsələlər var. Təbii ki, ona görə də xüsusi hərbi əməliyyat adı qoyduqları bu proseslərin nə qədər davam edəcəyini hələ bilə bilmirik. Ukrayna ərazisi güzəştdən getməsi üçün ilkin razılaşmaya belə deyim, gedibmi? Bu başlıqla bir xəbər gəldi. Deməli, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri qapalı rejimdə Berlində Ukrayna ilə bir görüş keçirmişlər. Danışmışdıq sizlə ötən günlərdə ki, o deməli görüşün detalları açıqlanmadı. Bəli. İndi New York Times yazır ki, yenə bir mənbə tapıb diplomatlardan qeyd edirlər ki, Amerika və Avropa diplomatları təhlükəsizlik zəmanətlərini müəyyən etdiyi 2 sənədi imzalayıblar və deməli Zelenski imzalada biliblər. Burada nədən gedir söhbət? Bu 2 sənəd atəşkəsə nail olmağa yönəlmiş, daha
geniş bir razılaşmanın təməl daşı kimi deməli xidmət edir. Eləcə də Ukraynanı sülh sazişi çərçivəsində ərazini güzəştə getməyə və rəsmi şəkildə NATO üzvlüyündən imtina etməyə inandırmaq üçün nəzərdə tutulub. Yəni bu sənəd ilkin ibtidai formasıdır, bir növ belə deyim, həm torpaq güzəştindən, həm də deməli NATO-dan əl çəkmə məsələsi ilə bağlı. Bu, yəni həmin o Berlin görüşündə edilən söhbətlərin ehtimalıdır, yoxsa doğrudan da sızılmış bir həqiqət olduğunu Adətən rəsmi mənbələr bu şəkildə diplomatik, qeyri-rəsmi diplomatik mənbələr də elə baş verən prosesləri əhatə edirlər adətən. Deməli, sanksiyalar mövzusuna toxunaq dostlar blokumuzun sonunda. Deməli, Bloomberg yazır ki, ABŞ bu həftə Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər. Əgər Rusiya sülh sazişinə getməzsə, ki, Moskvanın da belə bir planı yoxdur. Deməli, Kremldən cavab gəlir ki, sanksiyalar münasibətlərə zərər verir, istəmərik, biz diplomatiyaya üstünlük veririk və s. danışır Dmitri Peskov, Kremlin mətbuat katibi. Onun sözlərinə görə Vaşinqtonda bəzilərinin belə planları olduğu hamıya məlumdur. Biz sezirik Vaşinqtonun Ağ Evin o kabinetlərində nələr baş verir, anti-Rusiya meyilli. Amma biz demək istəyirik ki, bu hər iki ölkənin münasibətlərinə zərbə vurur. Deməli, NATO Rusiya ilə hərbi toqquşmaya hazırlaşır. Belə bir xəbər də gəldi. Deməli, yenə də Andrey Belausov, Rusiyanın müdafiə naziri belə bir açıqlama verdi. O, hətta əllərində buna dair sübutlar da olduğunu deyir və qeyd edir ki, 2030-cu illərin əvvəllərində NATO, Şimali Atlantika Alyansı Rusiyaya qarşı geniş miqyaslı müharibəyə hazırlaşır. Təşəkkür edirik dostlar. Çox əhatəli və çox Qısa maraqlı fasiləyə xəbərlər. Məncə yollanaq. Bəli. Yollanaq. Sonra isə efir sizdə.